Yolda hər gün hür İmam Hüseynin insani, əxlaqi və ilahi davranışlarını görür, onu müşahidə eləyir və daxilən dəyişməyə başlayır. O anlayır ki, bu şəxsiyyətin qarşısında durmaq zülm və cəhalətdir. Yolda hər gün hür İmam Hüseynin insani, əxlaqi və ilahi davranışlarını görür, onu müşahidə eləyir və daxilən dəyişməyə başlayır. O anlayır ki, bu şəxsiyyətin qarşısında durmaq zülm və cəhalətdir. Hür İbni Yezid Riyahinin Kufəyə getməyə qoymadığı bu şəhadət karvanı hicrətin 61-ci ili Məhərrəm ayının 2-sində hər tərəfi səhra olan bir məntəqəyə çatır. İmam burada atını saxlayır və ətrafdakılardan bu torpağın adını soruşur. Neynəva, Qadisiyyə və bir neçə ad səslənəndən sonra bir qoca imama yaxınlaşıb deyir: "Bu məkan Kərbəla adlanır, ey Allah Rəsulunun oğlu." İmam dərhal yerə baxır, torpaqdan bir ovuc alır, iyiləyir və dərin təəssüf hissi ilə başını göyə qaldırır. "İlahi, mən kədər və bəlaya düçar olmaqdan sənə sığınıram." Sonra üzünü səhabələrinə çevirib buyurur: "Bura bizim enəcəyimiz və şəhid olacağımız yerdir. Bura bizim qəbirlərimizin qazılacağı torpaqdır. Burada bizə aid qəbirlər görünür. Allah öz vəlilərinin canını burada alacaq." İmam karvanın orada enməsini əmr eləyir. Quraq, ağacsız, yanar torpaqda çadırlar qurulur. Düşmən onların Fərat çayı yaxınlığında düşməyinə imkan vermir. Bu zaman Hür İbni Yezid Kufəyə məktub göndərir. Xəbər Kufəyə çatanda İbni Ziyad məsələnin ciddiliyini anlayır. O, Ömər İbni Səd İbni Əbu Vəqqası İmam Hüseynlə üz-üzə qoymaq üçün 4000 nəfərlik ordu ilə Kərbəlaya göndərir. Ömər əvvəlcə tərəddüd eləyir, çünki o Hüseynin kim olduğunu yaxşı bilirdi. Amma Rey vilayətinin idarəsi və dünya malı qarşılığında o bu iyrənc missiyanı qəbul edir. Ömər əvvəlcə tərəddüd eləyir, çünki o Hüseynin kim olduğunu yaxşı bilirdi. Amma Rey vilayətinin idarəsi və dünya malı qarşılığında o bu iyrənc missiyanı qəbul edir. Ömər Səd Kərbəlaya çatan kimi İmam Hüseyn əleyhissalam onunla görüşür və müharibə istəmədiyini, əgər Kufəyə buraxmırlarsa, onda heç olmasa geri dönmək üçün şərait yaradılmasını istəyir. Ömər Səd bu təklifləri Kufəyə göndərir. İbn Ziyad bir qədər tərəddüd eləsə də, lakin Şimr İbn Zilcövşən onu təhrik eləyib deyir: "Əgər Hüseyn buradan çıxsa, bir daha sənə tabi olmaz. Onun qurtuluşu sənin sonundur." Bu sözlərdən sonra İbn Ziyad sərt əmr verir: "Hüseyn yalnız təslim olmalıdır. Əks halda müharibə qaçılmazdır." İmam Hüseynə bu cavab çatdırıldıqda o buyurur: "And olsun Allaha, mən heç vaxt zilləti qəbul etmərəm. Ölüm mənim üçün zillətdən daha şərəflidir." Növbəti günlərdə İmam Hüseyn Ömər Sədlə bir daha görüşür və onu bu işdən çəkindirmək üçün hətta ailəsinin Kufədə amanda olması vədini verir. Rey mülkünün sevdası və dünyaya bağlılıq Öməri bu işdən çəkindirməyə mane olur və o, əlini imam qanına batırmağa razılaşır. 7 Məhərrəm tarixində daha acı bir əmri imama çatdırırlar. Əhl-i Beyt və onun ailəsinə su verilməsin. Fərat çayının qarşısına Əmir İbni Həccac təyin edilir və oradan su almaq qadağan olunur. Əbəlfəzl Abbas qardaşları ilə birgə gecə vaxtı çaya gedib düşmənə müqavimət göstərir və bir miqdar su gətirir. Amma düşmənin nəzarəti gücləndikcə bu da mümkünsüz hala gəlir. Uşaqların əl-ətəş səsləri çadırları bürüyür. İmam Hüseyn bu vəziyyətdə düşmən qarşısına çıxır və nida edir: "Ey Kufəlilər! Məgər siz deyildinizmi ki, yüzlərlə məktub yazıb məni dəvət etdiniz? Məgər siz deyilmisinizmi ki, məni imam kimi çağırdınız? Mən gəldim. İndi isə məni öldürmək istəyirsiniz?" Cavab yoxdur. Vicdanlar lal, qəlblər daşdaşmış, qılınclarsa
imam qanını tökmək üçün hazır dayanıb. Məgər siz deyilmisinizmi ki, məni imam kimi çağırdınız? Mən gəldim. İndi isə məni öldürmək istəyirsiniz? Cavab yoxdur. Vicdanlar lal, qəlblər daşdaşmış, qılınclarsa imam qanını tökmək üçün hazır dayanıb. İmam Hüseyn əleyhissalamın Kərbəlaya doğru hərəkəti zamanı ona az sayda səhabə tədricən qoşulurdu. Onların bəziləri yolda tanış olurdu, bəziləri isə əvvəlcə çəkinir, lakin daha sonra qərar verib imama tərəf gəlirdilər. Züheyr İbn Qeyn Bəcəli İmam Hüseynə qoşulan ən mühüm adamlardan biridir. Züheyr əvvəllər İmam Hüseynə qarşı açıq düşmən mövqeyi tutmasa da, ona yaxınlığı da yox idi. Onun karvanı İmam Hüseynin karvanı ilə eyni istiqamətdə hərəkət eləyirdi, amma ayrı düşərgələrdə dayanırdılar. Bir məqamda İmam Hüseyn ona xəbər göndərdi ki, görüşmək istəyir. Züheyr əvvəl tərəddüd elədi, lakin həyat yoldaşı deyilən Bint-i Əmrin israrı ilə bu görüşə getdi. Görüşdən qaydanda isə artıq tam dəyişmişdi. Dedi ki, əşyalarımı yığın, mən Hüseynlə gedəcəm. Beləcə o həyat yoldaşı ilə vidalaşdı və imama qoşuldu. İmama son günlərdə qoşulan başqa bir səhabə isə Vəhəb İbn Abdullah Əl-Kəlbi idi. O əvvəllər xristiyan idi və təzə müsəlman olmuşdu. Yoldaşı və anası ilə birgə səyahətdə idi. Kərbəla yaxınlığında İmam Hüseynin karvanı ilə qarşılaşanda anası ona dedi, oğlum, get və Allahın Rəsulunun oğluna kömək et. Vəhəb tərəddüd etmədən qəbul etdi. Əvvəlcə həyat yoldaşı istəməsə də, sonradan o da razılaşdı. Vəhəb Kərbəlada döyüşə girən ilk gənclərdən idi. Şəhid olandan sonra həyat yoldaşı çadırdan çıxaraq düşmənə etiraz etdiyi üçün düşmən onu da şəhid etdi. Məhərrəm ayının 8-də Kərbəlada düşmən ordusunun sayı biraz da artır. Dan qoxusu gələn bu səhrada İmam Hüseynin çadırları dörd bir yandan düşmənlə əhatə olunur. Şiə mənbələrinə görə düşmən qoşununda 30-35 min, imamın tərəfində isə 72 adam var idi. Məhərrəm ayının 8-də Kərbəlada düşmən ordusunun sayı biraz da artır. Dan qoxusu gələn bu səhrada İmam Hüseynin çadırları dörd bir yandan düşmənlə əhatə olunur. Şiə mənbələrinə görə düşmən qoşununda 30-35 min, imamın tərəfində isə 72 adam var idi. Məhərrəm ayının 9-da Şimr İbn Zilcövşən özünü Kufədən Kərbəlaya çatdırdı. O, İbn Ziyadın göndərdiyi məktubu Ömər Sədə və silahdaşlarına oxudu. Məktubda belə yazılmışdı. Əgər Hüseyn Yezidə beyyət etməsə, onunla döyüşün və işini tezdəşdirin. Bu məktubla birgə İbn Ziyad Ömər Sədə xəbər göndərdi ki, danışıqlar dayandırılsın və qərar dəyişdirilməsin. Şimrin təzyiqi ilə Ömər Səd ordunu döyüşə hazırladı. İmam Hüseynin çadırlarına tərəf hərəkət başladı. Bu, düşmənin hücuma hazırlaşdığını göstərirdi. Döyüş surları çalınır, hücum üçün ordu düzülürdü. İmam Hüseyn qardaşı Əbəlfəzl Abbası düşmən tərəfə göndərdi və bir gecəlik möhlət istədi. Möhlətin səbəbi bu idi. İmam gecəni dua, Quran tilavəti və ibadətlə keçirmək istəyirdi. Bu gecə həm də səhabələr üçün son ayrılıq, son hazırlıq və Allahla görüşə, yaxınlaşmaq fürsəti idi. Ömər Səd tərəddüddən sonra bu istəyə razı oldu və döyüş 10 Məhərrəmə, Aşura gününə qədər təxirə salındı. Şimr İbn Zilcövşən bu gecə Həzrət Abbas və anası Ümmül Bəninin digər oğullarına xitabən aman məktubu təqdim etdi. Məktubda yazılmışdı. Əgər Hüseynin yanından ayrılarsınızsa, sizin üçün əff və təhlükəsizlik var. Həzrət Abbas bu təklifi qətiyyətlə rədd eləyib dedi. Sən və sənin aman məktubun bizə lazım deyil. Allah sənə də, məktubuna da lənət eləsin. Biz Hüseyni tərk etməyəcəyik.